Bismillahirrahmanirrahim. Qala Rasulullah, Hazret Rasulullah sallallahu aleyhi ve sellem sahabeler əyləşmişdilər. Həzrət orada buyurur. Qala Rasulullah, Həzrət buyurur, Həddəsəni Cəbrailu. Həzrət Rasulullah buyurur ki, Cəbrail mənə bu hədisi nəql eləyib. Kimdən? Ən Rəbbi İzzəti Cəllə Cəlaluh. Allah, o izzətli, cəlal sahibi olan Allahdan. Ənəhu, Allah yəni belə deyib. Get, ey Cəbrail, get mənim peyğəmbərimə, mənim həbibimə belə deyir. Nə deyib? Ənəhu qalə, Allah deyib. Mən əlimə ən la ilahə illallah ənə vəhdi. Hər kim desə, Allahdan başqa Allah yoxdur, nə deyib? Və mən təkəm, hər kim desə, məndən başqa Allah yoxdur və mənim təkliyimi qəbul eləsə, bilsə daha doğrusu, mən əlimə ən la ilahə illallah ənə vəhdi, hər kim desə, məndən başqa Allah yoxdur və mən təkəm və ənə Muhammədən əbdi və Muhamməd mənim bəndəmdir və Rasuli və mənim elçimdir və ənə Əli ibn Əbi Talib əleyhissalam xəlifəti və Əli ibn Əbi Talib, Əbi Talibin oğlu Əli mənim xəlifəmdir və ənəl əimmətə min vuludihi və onun nəslindən olan 11 imam mənim övladlarımdır, hüccəci, mənim hüccətlərimdir, yəni imamlarımdır. Hər kim bunu bilsə, yəni əsas buyurur ki, hər kim bunu bilə. Nəyi bilə? Mən Allaham və mən təkəm. Muhammed mənim bəndəmdir və mənim elçimdir və Əli ibn Əbi Talib mənim xəlifəmdir və ənəl əimməti və həqiqətən imamlar min vuludihi, onun övladları, yəni Əlinin nəslindən olan 11 övlad, imam, hüccəci, mənim hüccətlərimdir, mənim xəlifələrimdir. Ədxəltuhu cənnəti. Ondan sonra buyurur ki, mən onları daxil eləmişəm cənnətimə. Həzrət Əlini daxil eləmişəm öz cənnətimə. Bir rəhməti, öz rəhmətimlə. Və nəccəytuhu minənnar. Və cəhənnəm odundan da ona nicat vermişəm. Bi afvi, öz əffimlə. Və əbəhtu ləhu bi cavari. Və mən onu öz qonşuluğumda ona hibə eləmişəm. Yəni, Həzrəti Əlini öz qonşuluğumda ona yer vermişəm. Özümə qonşu olmağı ona hədiyyə eləmişəm. Və əvcəbtu ləhu kəraməti. Və ona vacib eləmişəm öz kəramətimi. Və ətməmtu əleyhi ni'məti. Və öz neymətimi Əlinin barəsində tamamlamışam. Və cəəltuhu min xassəti. Və onu özümün xassım qərar vermişəm. Xüsusim qərar vermişəm. Onu özümün vəsiyim qərar vermişəm. Yaxşı, möminlərin əmiri qərar vermişəm. Və xalisəti, mən onu özümə xalis qərar vermişəm. İnnadani, əgər Əli məni çağırsa, ləbbəytuhu, mən ona ləbbeyk demişəm. Ləbbeytuhu, mən ona ləbbeyk deyirəm, qəbul eləmişəm. Və inda'ani, əgər mənə dua eləsə, əcəbtuhu, və mən onu icabət eləmişəm. Və in saləni, əgər məndən bir şey istəsə, ətəytuhu, ona əta eləmişəm. Əli. Və in səkətə, əgər sakit qalsa, məndən heç nə istəməsə, ibtədətəhu, mən onunla ibtida eləyərəm, yəni gözləyərəm, sakitliyin pozsun, məndən bir şey istəsin, mən onu verim. Yəni ondan başqa yer üzündə vəsiyimi mən qəbul eləmərəm, onu gözləyərəm. O başlasın, mən ondan qəbul eləyim. Və in əsaə, əgər bir pislik eləsə, eləməz ha, məsələn, indi Allah da Əlini istədiyindən deyir. Və in əsaə rəhimtuhu, onda ona rəhmət eləyərəm. Və in fərrə minni, əgər məndən qaçsa, dəəftuhu, onu dəvət eləyərəm. Və in rəcə iləyyə qəbiltuhu, əgər dəvət edim, qayıtsa mənə onu qəbul eləyərəm. Və in qərə babi, əgər qapımı döysə, fətəhtuhu, qapımı ona açaram. Və mən ləm yeşhəd ən la ilahə illallah, ondan sonra deyir, və mən ləm yeşhəd ən la ilahə illa ənə vəhdi, hər kim şəhadət verməsə, məndən başqa Allah yoxdur və mən təkəm,
Av şəhədə bezalik. Ya şəhadət verə. Deyə ki, məndən başqa Allah yoxdur və mən təkəm. Və ləm yəşhəd ənnə Muhammədən əbdi. Mənim varlığıma, mənim birliyimə şəhadət verə. Deyə Allah var təkdir. Amma peyğəmbərə şəhadət verməyə. Deməyə Muhammed mənim nədir? Peyğəmbərdir. Və ləm yəşhəd ənnə Muhammədən əbdi və rəsuli. Mənə şəhadət verə. Amma Muhammədə şəhadət verməyə ki, o mənim bəndəmdir və mənim elçimdir. Av şəhədə bezalik. Ya Muhammədə şəhadət verə, onun da peyğəmbər qəbul eləyə. Və ləm yəşhəd ənnə Əli ibn Əbi Talib xəlifədir. Amma şəhadət verməyə, Əli ibn Əbi Talib mənim xəlifəmdir. Yəni peyğəmbəri qəbul eləyə, məni qəbul eləyə, amma Əlini qəbul eləməyə. Af şəhədə bezalik. Ya da Əlini də qəbul eləyə, Əliyə də şəhadət verə. Və ləm yəşhəd ənnəl əimməti min vuldihi. Amma 11 imam ki, Əlinin övladlarıdır, onları imam qəbul eləməyə. Fəqət cəhədə ni'məti. Həzrət buyurur ki, əgər 12 imam Allahı qəbul eləsə, peyğəmbəri qəbul eləməsə, peyğəmbəri də qəbul eləsə, Əlini qəbul eləməsə, Əlini də qəbul eləsə, 11 övladın qəbul eləməsə, 11 övladdan belə birini də qəbul eləməsə, ona buyurur nə? Fəqət cəhədə ni'məti. Mənim nemətimi danıb o şəxs. Və səqqərə əzəməti. Və mənim əzəmətimi kiçildi o şəxs. Və kəfərə bi ayati. Mənim ayələrimə kafir olub. Mənim Quranı danıbdı, ayələrimi danıb, bütün kitablarımı danıb və kutubi, bütün kitablarımı danıbdı. Əgər bir adam peyğəmbəri qəbul eləyə, Allahı qəbul eləyə, Həzrəti Əlini qəbul eləyə, imamlardan birini qəbul eləməsə belə, hətta bir dənəsini qəbul eləməsə, mənim yer üzünə nazil olan bütün kitablarımı danıbdı. Mənim ayələrimi danıbdı elə bil, Quranı danıbdı elə bil və rusuli, mənim peyğəmbərimi danıbdı. İn qəsədəni, əgər məni qəsd eləsə, məni Allah bilir, məndən istəsə, həcəbduhu, ona nədir? Özümü gizlədərəm, qapımı ona bağlayaram. Və in səələni, əgər məndən bir şey istəsə, hərəmtuhu, ona haram eləyərəm, vermərəm. Və in nadani, əgər məni nida eləsə, məni çağırsa, ləm əsbəh nidaəhu, qulaq asmaram onun çağırışına. Və in dəani, əgər mənə dua eləsə, ləm əstəcib duaəhu, onun duasını qəbul eləmərəm. Və in rəcani, əgər mənə ümid eləsə, xəyyəbduhu, ümidin doğrultmaram. Ondan sonra və niyə? Məsələn, Allah nəuzubillah, bəndəsini çox istəmir, Ərhəmər-Rahim deyir, özü cavab verir. Və zalikə cəzauhu, bu onun cəzasıdır. Mənim təyin elədiyim peyğəmbəri, ya imamı, ya vəsini qəbul eləməyibsə, onun cəzasıdır ki, mən onu nə deyim? Mən də onu qəbul eləməyim. Minni. Cəzauhu min, bu onun cəzasıdır mənim tərəfimdən. Və ma ənə bizəllamin lil əbid. Mən öz bəndələrimə zülm eləmirəm. Fəqamət Cabir ibn Əbdillah. Cabir ibn Əbdullah durdu, ənsari, sahabi. Peyğəmbərə dedi, qalə ya Rasulallah, və mənil əimmə. Kimdir imamlar? Min vuludi Əli ibn Əbi Talib. Əli ibn Əbi Talibin övladlarından. Qalə Əl-Həsənu vəl-Hüseynu. Həsəndi, Hüseyndi. Əleyhimussalam. Seyyidə şəbabı əhl-i cənnət. Cənnət şəhidlərinin ağası. Cənnət cavanlarının ağası. Summa seyyidül abidin fi zamanihi. Əli ibn Hüseyn. Sonra İmam Hüseynin övladı Əli ibn Hüseyn abidlərin zinətidir öz dövründə. Summəl Baqiru. Sonra İmam Baqir əleyhissalam Muhammed ibn Əli. Əlinin oğlu Muhammed, yəni 6-cı imam. Sonra buyuruyor ki, fəsətədrikuhu ya Cabir. Ey Cabir, sətudrikuhu. Sən onu dərk edəcəksən. Fəizə ədrəktuhu. Əgər onu dərk eləsən, yəni onun zamanınızdan yaşayacaqsan. Əgər onu dərk eləsən, fəəqirruhu minni səlam. Fəəqri'uhu minni səlam. Ona məndən salam deyərsən. Cabir bu hədisi gəldi. Həzrət İmam Baqir əleyhissalam dövrüncə yaşadı. Allah ömür verdi. 98 yaş yaşadı. Ya 95 yoxsa 98. İmam Baqir əleyhissalama deyəndən sonra İmam Baqir dedi ki, peyğəmbərin salamını aldı. Ondan dedi, ey Cabir, Allah səni hindiyəcən saxlayıbdır o salama görə.
O salamı mənə gətirəsən, çatdırasan. Get hazırlaş yenə. Bir həftə sonra dünyanı dəyişəcəksən. Ki İmam Baqir əleyhissalam hörmətinə, ehtiramına Allah Həzrəti Cabirə evlə ömür vermişdi. Sümmə Sadiq Cəfər ibn Muhammed, sonra İmam Sadiqdir Cəfər ibn Muhammed, sümmə Kazim Musa, sonra İmam Kazimdir Musa ibn Cəfər, sümmə Rıza Ali ibn Musa, sümmə Təqi, sonra İmam Təqidir Muhammed ibn Əlidir, sümmə Nəqi Ali ibn Muhammed, sümmə Nəqidir Ali Muhammedin oğlu, sümmə Zəkiyyil Həsənil ibn Əli, sümmə İmam Həsən Əskəridir, sümmə İbnihul Qaim, sonra onun oğlu Qaimdir, İmam Zamandır, bilhəq Məhdiyyun, haqq odur ki, o Məhdidir, hidayət edəndir. Ümməti, mənim ümmətimi hidayət edəndir İmam Məhdi. Əlləzi yamnaul ərzə qistən və ədla, hansı ki yeryüzü nədir? Yeryüzün qisnlə, ədalətlə dolduracaq. Kəmamun ət-cəvrən və zülma, necə ki zülmlə və cövrlə doludur. Haula'u ya Cabir, ey Cabir, onlar xulafai, mənim xəlifələrimdir. Bu 12 İmam Əli və onun muradı mənim xəlifələrimdir. Və avsiyai və mənim vəsilərimdir. Və avladi və mənim övladlarımdır. Və itrəti və mənim itrətimdir. Mən əta'əhum, hər kim onlara itayət eləsə, fəqət əta'əni, mənə itayət ediblər. Və mən əsahum, və kim onlara üsyan eləsə, fəqət əsani, mənə üsyan eləyib. Və mən ənkərəhu, və hər kim onları inkar eləsə, av ənkərə vahidən minhu, ya onlardan birin inkar eləsə, fəqət ənkərəni, məni inkar eləyib. Bihim yumsikullahu səmaə, onlarla, onlara görə Allah səmanı saxlayıbdır. Əmtəqə aləl ərc, qoymur yer üzünə tökülə göy yerdən. Yəni ulduzlar falan parçalanır, qalır, tökülər yerə və yer üzün məhvi nabud edir. Niyə? Yer üzünün günahına görə. Ələl-ərz illa bi iznihi, onların izni ilə ancaq olar. Və bihim yəhfəzallahul ərzə ən təmidə bi əhliha. Allah onlara xatir yer üzünü saxlayıb da yer üzü öz əhlin udmur. Yəni onların hörməti, yer əhli ki, o qədər günah eləyər, günaha görə yer əhli udar. Amma onlara xatir yer əhli nədir? Bunlara xatir. Və bunlar nədir? Allahın yer üzündə həqiqi hüccətləridirlər.